İrandakı mövcud vəziyyətlə bağlı Tehrana qara yağışlar yağır. Yağışın qara çöküntülərlə müşahidə olunması ciddi müzakirələrə səbəb olub. Ekoloqlar bildirirlər ki, şəhərdəki yüksək səviyyəli çitlənmə nəticəsində yaranan bu yağış tərkibində zəhərli maddələr daşıyır, dəri və tənəffüs yolu xəstəlikləri yaradır, içməli suları zəhərləyir. Mütəxəssislərin bildirdiyinə görə, yaxın günlərdə Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanistan ərazilərinə doğru hərəkət edəcək. Bəs Azərbaycan üçün hər hansı bir təhlükə varmı? Yaxın günlərdə ölkə ərazisində götürülmüş yağıntı nümunələrinin analiz təhlilləri aparılmışdır. Təhlillərə əsasən qeyd edə bilərik ki, təyin olunan çirkləndiricilərdə heç bir dəyişiklik izlənilmir. Nəticələrə əsasən bildirmək olar ki, yaxın günlərdə ölkə ərazisində turşulu yağışların olması ehtimalı yoxdur. Mütəxəssislər bildirirlər ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır. Bir neçə gündür ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti müşahidə edilir ki, və ölkəmizdə sinoptik şərait antisiklonun təsiri nəticəsində formalaşır və antisiklonun mərkəzində təzyiq 780 mm civə sütuna qədər yüksəlmişdir ki, belə yüksək təsir sahəsində cənubdan ölkə ərazisinə daxil olan hava axınları bloklanıb və şərqə doğru istiqamətlənməsinə səbəb olmuşdur. Gülnarə Abbasovanın sözlərinə görə mövcud şəraitlə əlaqədar mütəmadi olaraq ölkə ərazisində aparıcı hava axınları qiymətləndirilir, həmçinin yerüstü hava keyfiyyəti stansiyaları, eyni zamanda meteoroloji stansiyanın məlumatları təhlil edilir.